Ramazan ayında orucda ikən bəzən xanımlarımız asan, tez hazırlanan bir şirniyyat axtarırlar. Bu gün sizlərə evdə olan ərzaqlardan hazırlanan çox asan umazlı piroqla gəldim. Bu piroq adi günlərdə qəfil gələn qonaq üçün də ideal seçimdir. Una vanil, istəsəz duru yağ, istəsəz də ev temperaturunda olan çərək ya da margarin yağı əlavə edib umaz hazırlayırıq. Hazırladığımız umazdan bir stəkan kənara qoyub, qalan umazı isə yumurta, qatıq, soda əlavə edib, qaşıqla ya çırpıcı ilə yaxşıca qarışdırırıq. Yağlanıb unlanmış soba listinə töküb, üzərinə kənara qoyduğumuz umazı səpirik. Öncədən 180 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə bişiririk. Soyuduqdan sonra dilimləyib süfrəyə veririk. Videodan da görürsünüz ki, yumşaq, kövrək bir piroq alınıb. Mütləq eləyin. Sizə nuş, mənə də xoş olsun.